Biz necə bir cəmiyyətdə yaşayırıq? Bu sualla bu günləri DJ Tural LinkedIn postu paylaşıbdı. Mən də ona cavabda dedim ki, biz bir-birimizə etibar etmədiyimiz bir cəmiyyətdə yaşayırıq. Bu etibarsızlıq bütün səviyyələrdə var. Uşaqla valideyn arasındadır, məktəbli ilə müəllim arasındadır, məmurla vətəndaş arasındadır və ən böyük etibarsızlıq mənim fikrimcə qadınla kişi arasında olan etibarsızlıqdır. Mən kommentləri oxuyuram, sosial mediada yayılmış bəzi videolarımla bağlı. Demək olar ki, bütün qadınlar deyirlər ki, bütün kişilər vəfasızdır, xəyanətkardır, etibarlı deyil, infantildir. Paralelində olaraq kişilər deyirlər ki, qadınlar pulgirdir, merkantildir, qayğısızdır, yalnız özünü düşünür. Və mənim bir sualım yaranır sizə, əziz insanlarım. Siz Allaha dua edəndə, kainata siqnal göndərəndə, mən nə bilim, Zelandın maitniklərini çağıranda, siz ona hardan özünüzə həyat yoldaşı göndərməyinizi istəyirsiniz? Marsdanmı gəlsin, aydanmı gəlsin? Əgər siz Allaha deyirsiniz ki, ay Rəbbim, sənin yaratdığın bütün kişilər axmaqdır. Sən deyəndə ki, ay Rəbbim, sənin yaratdığın bütün qadınlar pulgirdir. Allah sizə kimi göndərəcək sizin fikrinizcə? Düşünməmisinizmi bu barədə? Bəlkə düzgün manifestasiya edəsiniz istəklərinizi. Bəlkə düşünəsiniz ki, mən etibarlı bir qadın istəyirəm, mən etibarlı bir kişi istəyirəm və bu kişi hansı qadınla olacaq, ya da bu qadın hansı kişinin olacaq və özünüzdən başlayasınız. Özünüzü proyeksiya edəsiniz ki, mən belə bir adam olum ki, mənim yanımda etibarlı bir insan olsun. Bəlkə ondan sonra dualarınızı edərsiniz ki, Allah, kainat, Budda, kimə inanırsınızsa orada sizə düzgün bir insan göndərsin.